Mən Naməddin İbişov 1965-ci ildə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olmuşam. Kənd əsas məktəbində və Zərdab Texniki Peşə məktəbində təhsil aldım. Təhsilimi bitirdikdən sonra 2 il Sovet ordusunda xidmət etdim. Hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda işlədim, ailə qurdum, 2 qızım, 1 oğlum var. 1994-cü ildə Qarabağa yollandım, Füzuli rayonunda düşmənə qarşı döyüşdüm. Cəbhəyə getdiyim ərəfədə ordumuz düşmənə ağır zərbələr vurur, torpaqlarımızı düşmən işğalından azad edirdi. Mən də bir neçə kəndin işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak etdim. Yanvar ayının 26-sında döyüşlərin birində ağır yaralandım və şəhidlik zirvəsinə ucaldım. Qoy övladlarım həmişə fəxr eləsinlər ki, ataları vətən uğrunda haqq yolunda döyüşərək şəhid olub.